Alaxallı kəndinin axşam saatlarında mina atanlardan və digər iri çaplı silahlardan intensiv atəşə tutması zamanı mərmilərdən biri kənd sakini Salman Quliyevin evinin həyətinə düşüb. Düşmənlərimiz tərəfindən işğal altında olan Arxanbəri kəndi istiqamətindən bizim Alxanlı kəndinə atılmışdır. Bu atılan minamet nəticəsində bizim 3 nəfər Alxanlı kənd sakini yaralanmışdır. Bunlardan ikisi yaralanmış və həmən vaxtda şəhid olmuşdur. Bir nəfər isə ağır yaralanmışdır. Hal-hazırda müalicəsi davam edir. Partlayış nəticəsində aldıqları qəlbi yarasından 51 yaşlı Quliyeva sahibə İdris qızı və onun nəvəsi 1 yaş yarımlıq Quliyeva Zahra Elnur qızı hadisə yerindəcə həyatlarını itiriblər. Onların qohumu 52 yaşlı Quliyeva Sərvinas İltifat qızı isə ağır yaralanaraq Ensaylı hərbi hospitala çatdırılıb, hazırda vəziyyəti orta ağırdır. Hadisə ilə topalaşıb evin böyründə hamımız bir yerdə oturmuşduq. Söhbət edirdik. Çayca dəmlətdə gətirdi, oturduq, içdik. Sonra onun biraz belində nasazlıq var, beli ağrıyır. Dedi, mən otura bilmirəm. Durdu, nəvəsinin də əlindən tutdu, yavaş-yavaş evimizin arxasında, o düşən yerdə bir durpa var. Həmişə elə orada otururuq. Durdu, əlindən nəvəsini tutdu, getdi ora. Mən onların yanında böldüm. Mən keçdim, belə qapı bir qonşu yox. Keçdim öz qapım. O keçdi, o evin dalına keçdi, nəvəsinin əlindən tutdu. Birdən qapıda möhkəm bultunu eşitdim. Bultunu eşitdim də elə bildim harasa düşdü. Onu bilmədim ki, elə o moment bizim evin böyrünə düşər. Elə bildim harasa düşdü. Sonra biraz çığırtıya yürüdüm evin böyrünə, gördüm yıxılıb. Yıxılıb, yanında da bir qonşu arvadı vardı. Onu da deyir, qoluna zadına dəyibdi. Gördüm o başından qaldırır. Yürüdüm, gördüm gəlini uşağı qucağında belə tutub. Uşağın anası qucağında belə tutub, üzü qan. Az bu nədir? Uşağa da dəyib, dedi, hə, uşağa da dəyib. Kəndə minatanlardan atəşə tutulması nəticəsində həyatını itirmiş sahibə Quliyeva və nəvəsi Zəhra Quliyevanın meyitləri isə Zolcuq 5 qəsəbəsinə gətirilib. Rayon İcra Hakimiyyəti rəsmiləri Alxanlı kəndinin dinc sakinlərinin və mülki obyektlərin ermənilər tərəfindən atəşə tutulması səbəbindən yas mərasiminin kənddə keçirilməsini təhlükəli hesab edib. Qeyd edək ki, sahibə Quliyeva və nəvəsi Zəhra Quliyeva bugün Alxanlı kəndində dəfn olunacaqlar. Cabir Məmmədov, Şamxat Cəlloğlu, Səs TV, Füzuli.